Allah Kur'an'ında buyurur, İnna lillah ve inna ileyhi raciun. Biz Allah'tan gelmişik ve ona da qayıdacağıq. Ve qayıdışımız da qətidir, yəqindir. Heç kimin şübhəsi yoxdur. Fakat şübhəmiz buradadır ki, yani şübhə deyərkən o anlamaq istemediğimiz buradadır ki, ne kadar vaxtın var qardaş, ye iç gediləcəz. Bu düşünce yanlış düşüncedir. Bu düşüncedir ki, sebep olursan günahın dalıyca gedəsən. Bu düşüncedir ki, sebep olursan başkasının hakkını yiyəsən. Bu düşüncedir ki, sebep olur sen ibadətdən, Allah'a bəndə olmaqdan uzaq olub vəhşilik törədəsən. Yox, əgər sən bilsən ki, əgər mən fərzən hansısa bir günah işi görsəm, cəzalanacam, heç vaxt görmərsən. Qabağından misalını vurum. Misalı budur ki, qabağından patrol polis maşını gələr, remensiz olasan və ya əlində telefon olar. O saat bilmirsən özünü necə bağlayasan, telefonu necə tullayasan. Niyə? Çünki deyirsən məni cəzalandıracaqdır. Allah'ın da şəriəti bu cürdür. Gərək Allah'ın hər yerdə hazır görək, nazir görək, bizi eşidən görək, bizi duyan görək. Allah Kur'an'ında buyurur, Nəhnu əqrabu. Mən sizə daha yaxınam. Min həblil bərid. Yani boynunuzda olan şah damarınızdan size daha yakınım. Düşüncenizi bilir, kalbinizi bilir, xəyanətkar gözləri bilir. Bunların hamısını bilen Allah, qiyamət günü də bizi hesab kitaba çəkən Allah eyni Allah'tır. Məni aldada bilərsən, mənim qeybətini eləyə bilərsən, mənə böhtan ata bilərsən, mənlə düşmən ola bilərsən, mənə müxənnətli eləyə bilərsən, amma mənim heç xəbərim də yoxdur. Deyirəm, görəm mənə udar hardan deyir, ya Allah, elə. Amma mənim Allahımın xəbəri var. Qiyamət günündə məndən öncə mənim Allahımla üzləşəcəksən və hesab kitabı da məndən öncə ona verəcəksən. Bu hesab kitaba hazır oluyla her an bu hesap kitap için hazırlığın lazımdır. Hatta ölüm o kadar tez gələr, ani gələcək ki, hazır ol məqsədindən. Ani gələcək ki, əgər gözün açıqdırsa onu yummağa imkanı olmaz. Yumub